أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا حبيب قلوبنا شفيع ذنوبنا أبي القاسم محمد. اللهم صل على محمد وآل محمد وعلى آله الطيبين الطاهرين المعصومين المكرمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الله تعالى في محكم كتابه: شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان فمن شهد منكم الشهر فليصمه. آمنا بالله وصدق الله العلي العظيم. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu aziz müminler. Cuma gününüz mübarek olsun. Ramazan ayının bu ilk cüməsində Allah sizləri, bizləri bu ayın bərəkətindən, rəhmətindən, məğfirətindən binəsib etməsin inşallah. Sizə və özümü ilahi təqvanı tövsiyə edirəm. Allah bizə o kəslərdən qərar versin ki, Allahdan haqqı ilə qorxub təqvalı olan qullardandır. Ramazan ayı digər aylardan müəyyən xüsusiyyətlərlə fərqlənir. Quran-ı Kerimdə Bəqərə surəsində 183-cü ayədən etibarən başlayır ayələr Ramazan ayı barəsində danışır. 185-ci ayədə buyurur: Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an hudən linnəsi və bəyyinatin minəl huda vəl-furqan. Burada bu ayədə Allah Teala Ramazan ayının iki xüsusiyyətini bizim nəzərimizə çatdırır. Birincisi budur ki, Ramazan ayında Quran-ı Kerim nazil olub. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı ki, onda Quran nazil olubdur. Biz oxuyuruq digər surədə, məsələn Duxan surəsində Hamim vəl kitabil mubin inna ənzəlnahu fi leylətin mübarəkə. Biz onu mübarək bir gecədə nazil etdik. Duxan surəsi 1-ci, 2-ci ayələrə baxsanız, deyir biz onu mübarək gecədə nazil etdik. Qədr surəsinə baxırıq, inna ənzəlnahu fi leylətil qadr. Biz onu Qədr gecəsi nazil etdik. Demək, Quran-ı Kerim mübarək gecədə nazil olub. Quran-ı Kerim Qədr gecəsindən nazil olub. Quran-ı Kerim Ramazan ayında nazil olub. Bu ayələrin hamısını bir yerə cəm etdikdə belə bir nəticəyə gəlib çatırıq ki, Quran Ramazanda nazil olub, Qədr gecəsi Ramazan ayındadır və həmin gecə mübarək bir gecədir. Özdə təkcə Quranın nazil olmasına görə Qədr deyil ha. Quran nazil olmadan öncə də elə Qədr gecəsidir. Çünki Allah deyir, biz onu Qədr gecəsi nazil etdik. Və yaxud da Duxan surəsində deyir ki, İnna ənzəlnəhu fi leylətin mübarəkə. Biz onu mübarək gecədə nazil etdik. Yəni gecə özü bir mübarək gecə idi. Quran-ı Kerimin bir inzal var, bir tənzil. Təfsir alimlərinin hamısının demək olar ki, əksəriyyətinin rəyi budur ki, təbii ki, Əhl-i Beyt məktəbində Quran-ı Kerim Həzrət Rasulullah 2 dəfə nazil olub. Ramazan ayında Quran-ı Kerim bütövlükdə məna olaraq Peyğəmbərin qəlbinə nazil olub. Bu inzaldır, bir dəfəyə nazil olma. Bir də var tənzil, Quran-ı Kerimin hissə-hissə, ayə-ayə nazil olması. Ki, başlayıb Rəcəb ayının 27-sindən Həzrət Rasulullah Hira mağarasında olanda ilk vəhiy ki nazil olub. Oradan başlayıb 23 il ərzində pərakəndə şəkildə nazil olubdur. İsra surəsi 106-cı ayədə də Allah Teala buyurur: Və Qur'anən fərəqnahu li-təqrahu alən-nəsi alə muksin və nəzəlnahu tənzilə. Ki biz bu Qur'anı sənə hissə-hissə olaraq, surə-surə, ayə-ayə nazil etdik. Li-təqrahu alən-nəsi alə muksin. İnsanlara yavaş-yavaş oxuyasan onu. Hissə, tədricən oxuyasan onu. Və nəzəlnahu tənzilə. Biz Qur'anı tədrici olaraq hissə-hissə nazil etdik. Bu tənzildir. Ramazan ayında nazil olma isə nuzuldur, bir dəfəyə nazil olmadı. Quran-ı Kerim Həzrət Resulullahın məna olaraq qəlbinə nazil olmuşdu. Ona görə də məsələn Taha surəsində nə deyir? Deyir: "Və la ta'cel bil Qur'ani min qabl an yuqda ilayka vahyu." Ya Rasulullah, vəhiy sənə gəlib çatmadan öncə Qur'anı deməyə tələsmə. Qəlbində var axı Resulullahın. Deyir biz gələcəyik sənə, Cəbrail inəcək, ayəni sən oxuyacaq, ondan sonra sən o qəlbindəkini söyləyəcəksən, deyəcəksən. Və yaxud da Əl-Qiyamə surəsində də, Qiyamət surəsində deyir ki, La tuharrik bihi lisanaka li ta'cala bihi. Dilini tez hərəkət gətirib tələsi ayəni söyləmə.
İnna aleyna cem'ahu ve Kur'an'ı. Biz onu cem edip biz onu Kur'an alma salma bizim öhdemizdədir. Fe iza qara'nahu, elə ki biz onu oxuduq, fettebi' Kur'an'ı, oxunana tabi ol. Bu başka bir mevzudur, geniş mevzudur. Sadece olarak Ramazan ayına bağlı olduğu için buna toxunduq biz. İkinci xüsusiyyət ki, Ramazan ayının bu ayədə, Bəqərə suresi 185. ayədə Allah buyurur: "Fəmən şəhədə minkumu şəhrə fəlyasumhu." Sizlerden herkes bu ayda hazır olarsa orucu tutsun. Bu ayın ikinci xüsusiyyəti budur ki, bu ayda oruç tutmaq vacibdir. Fəmən şəhədə minkumu şəhr. Herkes vətənindədirsə, yəni səfərdə deyilsə, o zaman bu ayda nə etməlidir? İlahi bir əmirdir, hökmdür, bu ayın orucunu tutmalıdır. Bu ayələrdən biraz qabağa geçsək, Bəqərə 183'də Allah Teala necə buyurur? Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum leallekum tettaqun. Ey iman getirenler, sizden öncekilere oruç vacib olduğu kimi size de vacib oldu. Leallekum tettaqun, belki təqvalı olasınız. Oruç sözü Ərəb dilində savm. Bizdə indi oruç deyilib, mesela Fars dilində ruze deyilir. Bilmirəm Türk dilində nəyə görə oruç demişi bilmirəm. Əgər ərəb mənşəli söz olsa, oruc ayn hərfi ilə ucalıq, yüksəlmək, qalxmaq, me'rac sözü də buradan eyni köklüdür. Ərəb mənşəli olsa bu mənadadır. Amma ərəb dilində savm, Qur'an-ı Kərimdə kutiba aleykumus-siyam. Sizin için siyam, oruc vacib buyuruldu. Necə ki sizden öncekiləri vacib buyurulmuşdu. Lügəti mənası tərk etmək, imtina etməkdir. Savm sözünün. Şəriət istilahında, şəriət terminologiyasında mənası nədir? Günün müəyyən vaxtından, sübh azanından məğrib azanına kimi müəyyən əməllərdən yemək, içmək, şəhvət və şəriət kitablarında müfəssəl şəkildə qeyd olunmuş həmin o əməllərdən imtina etmək, çəkinməkdir. Orucun bir zahiri hökmləri var, bir batini hökmləri var. Ümumiyyətlə şəriət hökmlərimizin hamısı bu cürdür. Forma var, məzmun var. Forma zahiri hökmdür. Məzmun onun batini hökmüdür. Batini mənəvi qayda qanunlarıdır, mənəvi adabıdır. Bəzən insanlar Ramazan ayında daha çox orucun zahirinə diqqət yetiririk. Elə suallardan da görürsən ki, ən çox bu olur. Məsələn, biri gəlir ki, nə bilim, dişim tərpətdim, qan çıxdı, orucun pozular, pozulmaz. Filan şey oldu, orucun pozular, pozulmaz. Bəlğəm uddum, orucun pozular, pozulmaz. Yəni, ancaq zahiri hökmlərinə daha çox diqqət edirik. Bu demək deyil, zahirə əhəmiyyət verməyə, yox. Bunlar hər ikisi gərək mütənasib olsunlar. Zahir qədər də orucun batininə, mənəvi tərəflərinə dəyər verməliyik. Orucun zahiri qanunları nədir? Məsələn, orucu batil edən əməllər. Kəffarənin və qəzanın vacib olduğu hallar, yalnız qəzanın vacib olduğu hallar, yalnız kəffarənin vacib olduğu hallar. Bunlar hamısı şəriət kitablarımızda, fiqh kitablarımızda geniş şəkildə öz əksini tapıbdır. Bu qaydalara insan riayət eləməsə, bunlardan birini pozsa nə olur? Oruc batıl olur. Yəni məsələn 10 dənə əməl var ki, ondan çəkinməlisən. Orucu batıl edənlərdən. Bunun birini etsən, oruc pozulur. Mesela indi sadə bir şey deyim də. Orucun hökmlərindən biri budur ki, istidamətün niyyə. Niyyət davamlı olmalıdır. Sübh azandan məğrib azanına kimi sənin zehrində, niyyətində, qəlbində budur ki, sən bugün oruçdasın. İndi günün müəyyən bir saatında özündə qərara gəldin ki, gedirəm orucumu pozaram. Tutmuram bugün. Gedib stəkana su doldurdun, içmək istəyəndə dedin, yox, Allah şeytana lənət etsin, tuturam, qoydun qırağa. Sən niyyəti pozdun, qərar pozuldu. Qərar pozulmaqdan oruc batildir. Düzdür, kəffarə gəlmir sənə, amma qəza öhdənə gəlir. Həmin gündə oturum təzədən yeyim, yox, yeyə də bilməzsən. Həmin günü imsak edəcəksən, axıra kimi gözləyəcəksən, bir gün qəza da boynundadır. Bunlar zahiri hökmlərdir. Bunların birini pozsan, orucun forması, şəkili pozulur, batil olur oruc. Bir də orucun mənəvi qayda qanunları var. Mənəvi, batini adabı var ki, insan bunlara xələl gətirsə, oruc şəkil baxımından, forma baxımından düzdür. Amma içində məzmun olmadığı üçün oruc qəbul olunmur. Yəni bizdən tələb olunan təkcə zahiri yerinə yetirmək deyil, onun içini də yaşamaqdır, məzmununu da orada əks etdirməkdir. Ona görə də Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Rubbə saimin hazzuhu min siyamihil cev'u vəl-atəş. Bəlkə də deyir, elə oruçdan var ki, orucdan onun nəsibi, qazancı nədir?
Əl-cə'u vəl-ətəş, susuzluq və acılıq. Bundan başqa bir qazancı yoxdur. Bunun ağrısının dadı belə bu. Niyə? Çünki içini yaşamayıbdı, mahiyyətini yaşamayıbdı. Məzmun yoxdur. Ramazan ayı dəyişilmək üçün, kamilləşmək üçün ilahi bir layihədir. Aylıq bir proqramdır bu. Bu Allahın proqramıdır ki, istəyir biz dəyişək, biz kamilləşək. Bu proqramda ancaq zahirə hökm etməklə, əməl etməklə deyil məsələ. Bunun gərək batini tərəfləri də, mənəvi tərəfləri də öz əksini tapmalıdır. Xanım Zəhra salamullah əleyha buyurur ki, mə yəsnə'u saimu bi siyamihi izə ləm yəsun lisanəhu və səm'əhu və basarahu və cəvarihə. Oruç tutan bir kəs əgər dilini, qulağını, gözünü, bədən üzvlərini qoruya bilmirsə, o tutduğu orucuna nə edə bilər? Yəni xanım demək istəyir ki, nə edə bilər? Bu oruc onu qaldırmayacaq, yüksəltməyəcək, islah etməyəcək bu oruc onu. Bu yetərli olmayacaq, bu yanacaq olmayacaq onun üçün ki, yuxarıya qalxa bilsin. Hətta Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bu iki oruc arasında bir müqayisə olaraq hədis-i qüdsü buyurur Resulullah. Hədis-i qüdsü bilirsiniz də Allahdan tərəfindən buyurulandır, amma Qurandan deyildir. Yaqulullah azze və cəl, hədisdə belə nəql olunur ki, Allah Teala buyurdu, mən ləm təsum cəvarihahu an məharimi, fələ hacətə li fi ən yədəə təamahu və şərabahu min əcli. Hər kəsin bədən üzvləri mənim haram buyurduqlarımdan çəkinmirsə, yəni gözü mənim haram buyurduğumdan çəkinmirsə, qulağı haram buyurduğundan uzaq tutmursa, dilini haram buyurulanlardan uzaq tutmur, əlini harama uzadır, ayağını harama uzadır, Allahın haram buyurduqlarından çəkinmirsə, Allah buyurur ki, onun mənə görə yeməkdən, içməkdən çəkinməsin, mənə ehtiyacım yoxdur ona, istəmirəm. Yəni Allahın bizdən istədiyi təkcə bu görsənin zahir tərəf deyil. Həqiqi oruçda budur ki, insan neynəsin? Dili oruç tutsun, insanın gözü oruç tutsun. Ayəyə diqqət etsəz, ayənin sonunda buyurulur ki, Bəqərə 183-də Ləəlləkum təttəqun, bəlkə təqvalı olasınız. Sizdən öncəkilərə oruc vacib buyurulduğu kimi sizə də vacib buyuruldu, bəlkə təqvalı olasınız. Bu ləəllə kəlməsi ərəb dilində harfun littərəcci, ümid üçün deyilən bir hərfdir. Ümid üçün olan bir ədatdır. Bəlkə, Allahdan maxı bəlkə yoxdur. Allah üçün nəsə olar olmaz var. Qeyri-müəyyənlik var Allah üçün, yox. Allah üçün hər şey dəqiqdir. Allah üçün qeyri-müəyyəni bizim üçündür. Biz bilmirik nə olacaq, nə olmayacaq. Allah alimul qaybi və şəhadə, Allah qeybin və şəhadətin aşkarın bilənidir. Bu ləallə bizə aiddir. Bəlkə təqvalı olansınız. Allah bizə deyir bunu. Yəni demək, bu bəlkəni ona görə burada deyilir ki, elə fikirləşməyin, oruç tutmaqla mən təqvalı oldum. Yox, bu cür deyil məsələ. Yəni insan, sən bu orucun mahiyyətini, məzmununu yaşasan təqvalı olacaqsan. Yox, bunun batinini yaşamasan, elə ancaq zahirinə diqqət eləsən ki, ac qaldım, susuz qaldım, iftarın vaxtı oldu, getdim, yedim. Yox, bu səndə təqvanı yaratmaz. Təqvanı o yaradacaq ki, batini tərəfləri olsun. Təqva nədir? Viqayə sözündəndir. Viqayə, qədim alimlərimiz, Azərbaycan alimlərinə gedir söhbət, pəhriz deyərlər. Viqayənin elə pəhriz mənası da var. Hətta ərəb dilində belə məsəl var, deyir, əl-viqayətu xeyrun minəl-ilac. Pəhriz müalicədən daha xeyirlidir. Yəni bir adam özü pəhriz ola, özünü saxlaya, ki bədən fəsada uğramaya, xəstələnməyə, xəstələnib müalicə olunmaqdan daha yaxşıdır bu. Viqayə də bu anlamda, təqva da bu anlamdadır ki, insan özünü qorusun, ruhunu qorusun, ki ruhu çirkinliklərə, mənəvi çirkinliklərə bulaşmasın. İnsan bədəninin sağlamlığını qorumaq üçün iki yol var da. Məsələn, deyək ki, bir məntəqədə xəstəlik var, yoluxucu xəstəlik yayılır. Sən burada nə edirsən? Ya qaçıb gedəcəksən. Gedirsən başqa bir yerdə yaşayırsan ki, bu şəhərdən bu xəstəlik qurtulsun. Canı bu cür qutara bilərsən. Ya da sənin gərək immunitetin güclüdür. Müəyyən deyək ki, o peyvəndləri vurdurdun özvə. Bilirsən ki, bu xəstəlik ta inşallah sənə yoluxmaz. Çünki sən güclü bir immunitete maliksən. Birinci halda sən uzaqlaşırsan, o vəba olan yerdən uzaqlaşıb çəkilirsən bir kənara, sağlamlığı qorumaqdan ötürü sağlamlığı qoruyursan, amma özün yenə zəifsən, bədən zəifdir. İkinci halda isə yox. Sən bədənin ilə güclüdür, lazımı sağlamlığa maliksən. Mənəvi immunitet də bu cürdür. Təqva mənəvi immunitetdir. Biri budur ki, insan cəmiyyətdən kənarlaşıb gedən mağarada abidlik eləyə. Orada nə var? Təqvalı olmağa. Günah görmür, günah eşitmir. Özüdə heç kəs yoxdur. Dinimiz ona görə rəhbaniyyəti, rahibliyi qəbul etmir. Bunu bidət hesab eləyir.
İnsan deyir, cəmiyyətin içində yaşamalıdır. Onlar bir müddət ömründə mağaraya çəkiləsən. Həzrət Rasulullah da Hira mağarasına gedirdi. Amma Rasulullah 40 yaşından sonra da Hira mağarasına getmədi. 40 yaşından sonra cəmiyyətin içində idi. Cəmiyyəti islah edirdi, cəmiyyəti düzəldirdi. Bir adam elə ölənə kimi mağarada yaşayır, yox. Bu təqvaya sahib olacaq, amma bu zahiri təqvadır. Bir sınaq qarşısında mümkündür itirə özünü. Tələb olunan budur ki, sən cəmiyyətin içində olasan və mənəvi immunitetə sahib olasan, təqvaya sahib olasan ki, cəmiyyətdəki çirkinliklər, günahlar, fəsadlar sənə bulaşmasın, sənə təsir eləməsin. Təqva bir nurdur ki, insan o nur sayəsində cəmiyyətin içində gəzə bilir, kamilliyə doğru gedə bilir ki, o mənəvi çirkinliklər də ona bulaşmır. Allah Quran-ı Kərimdə Hədid surəsi 28-ci ayədə buyurur: "Ya eyyuhellezine amenuttaqullah və aminu bi rasulihi." Ey iman gətirənlər, təqvalı olun, Allahdan qorxun, çəkinin, Rasulullaha iman gətirin, yu'tikum kifleyni min rahmeti. Allah sizə 2 qat öz rəhmətindən bəxş etsin və yec'alləkum nuran və sizin üçün nur qərar versin. Bax, məsələ budur. Sizin üçün nur qərar versin, təmşunə bihi. O nurla siz gəzəcəksiniz. Bu bildiyimiz zahiri lampa deyil, çıraq deyil, tutub əlimizdə gəzək. Bu qəlbdə olan bir nurdur ki, sən fəsad zülmətlərinin içərisində gedirsən, heç nəyə də bulaşmırsan. Məsələn, bir qaranlıq yerdir, gedirsən, dar küçələrdir. Qaranlıqdır, zülmətdir. Əlində bir fənər lazımdır ki, kola-kosa ilişməyəsən. Burada bir şeyin üstünə ayağı qoymayasan. Təqva da həmin o mənəvi çıraqdır. Ki, mənəvi çıraqdır ki, səni mənəvi çirkinlərdən, fəsadlardan qoruyur. Sən məsələn, əgər insan, xüsusilə də gənclər təqvaya sahib olsanız, hansısa pis yola düşməyəcəksiniz. Pis yoldan o sizi qoruyacaqdır. Amma zəiflik göstərdiyiniz anda görürsənіз ki, uşaq da getdi, pis insanlara qoşuldu. Hansısa sektalara qoşuldu. Hansısa əxlaqı baxımdan yoxsul olan insanlara getdi, qoşuldu. Təqva orucun mahiyyətidir. Oruc insanda təqvanı yetişdirmək üçündür. Oruc insanda iradəni möhkəmləndirir. Biz bioloji istəklərimizə yox deməyə öyrədir bizə. Burada indi hamımız oturmuşsunuz, inşallah əksəriyyət orucdur, üzürlü olanlar da var təbii ki. Hamımız bu saat susuzluq var, istəsəniz də istəməsəniz də, bədən tələb eləyir, qida tələb eləyir. Amma siz buna yox deyə bilirsiniz. Hətta bəzilərinizin heç zehnindən keçmir ki, nəsə yeyim, içim. Öyle küsüb azanı verildi, artıq bunun üçün yemək, içməyin haramlığı o dərəcədə ki, heç düşünmür yeyim, içim. Necə ki, məsələn, bunu dəfələrlə demişik də, bəzi günahlar var ki, biz onlara nisbətdə məsumuq. Məsələn, araq içmək. Burada heç kəsin zehnindən geçməz ki, araq içsin. Yəni, onun o qədər haram və murdar olduğunu biz artıq neyləmişik, qəbul etmişik, dərk etmişik, anlamışıq. Bu günaha görə hamımızda bir məsumluq var. Ona deyirlər, kəsbi məsumluq, kəsb olunan məsumluq. İndi bunu başqa günahlara nisbətdə də bu cür etməliyik. Ki, qeybət də bizim üçün bu cür olmalıdır ki, zehnimizdən keçməsin. Yalan da bu cür olmalıdır, zehnimizdən keçməsin. Xəyanət də bu cür olmalıdır ki, zehnimizdən keçməsin. Bunun üçün iradə lazımdır. Elm, bilgi lazımdır, əzmkarlıq lazımdır. Oruc bizdə bu əzmkarlığı, bu iradəni formalaşdırır ki, biz bioloji istəklərimizə rahatca yox deyə bilirik. Allah üçün yox deyə bilirik. Bu bizim iradəmizi gücləndirir. Oruc cihadından olan bir nəfs, cihadun nəfsdir. Bilirsiniz də, 2 cihad var. Cihadul əkbər və bir də cihadul əsğər. Kiçik cihad, böyük cihad. Həzrət Rasulullah o döyüşü kiçik cihad hesab edir. Amma nəfslə olan cihadı böyük cihad adlandırır. Oruc bax, nəfslə olan cihad. Nəfsin üzərində fəth əldə etməkdir, zəfər əldə etməkdir, qələbə əldə etməkdir. Axşama kimi sən özünü gözləyib saxlayırsan, şam azanında sən qələbə sevincini yaşayırsan. O bəzi hədislərimizdə var, deyir, oruçdan 2 dəfə sevinər. Bir iftar açanda sevinir, bir qiyamətin günündə ona veriləcək savaba baxıb sevinəcək. İftar açanda istər-istəməz insan sevinir. Çünki sən acıdın, susuzdun, indi sirab eləyirsən, yeməyin, içməyin ləzzətini duyursan. Bu insan fitrətindən, təbiətindən gələn bir şeydir. Əslində burada bir sevinç də var ki, biz bu gün ərzində, ilahi bu gündə mən nəfsimə qalib gələ bildim. Nəfsim nə qədər su da istədi, yemək istədi, şəhvət istədi, mən onu vermədim ona, yox dedim. Tapdalaya bildim nəfsimi, onun qələbəsidir. Ramazan bayramının da mahiyyəti bu olmalıdır əslində. Ramazan bayramı, oruc bitəndə biz bunu eləyirik. Çünki biz 30 gün ərzində, ya 29-30 gün ərzində hər gün ki, nəfsimizə qalib gəldik və sonda Ramazan ayı bitəndə bunu böyük bir bayram eləyirik. Niyə? Çünki biz nəfsimizə qalib gəlmiş insanlarıq. Əgər orucun mahiyyətini yaşasaq,
Məsələ bundadır. Təqva bax, buna gətirib çıxardır. Cəlaləddin Mövlanənin belə bir söz var, deyir, ey salik, ey yəni mənəviyyat yolcusu, Musa da, Firon da səndədir. Hər ikisini özündə axtar. Musa da səndədir, Firon da səndədir. Hər ikisini özündə axtar. Vəhyin işığında aydınlan ki, içindəki Musa, içindəki Firona qalib gəlsin. Nəfsə qalib gəlmək. Oruc budur. Oruc əxlaqın gözəlləşdirilməsidir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm, bilirsiniz, Ramazandan öncə Şabanın sonuncu cüməsində Ramazanla bağlı xütbə söyləyib. Orada Allah Resulü nə buyurur? Buyurur, dilinizi qoruyun. Baxılması haram olan şeylərdən gözlərinizi qoruyun. Eşidilməsi haram olan şeylərdən qulaqlarınızı qoruyun. Ey insanlar, hər kəs bu ayda öz əxlaqını gözəlləşdirərsə, o gözəl əxlaq Sirat körpüsündən onun üçün bir keçid olar, rahatca Sirat körpüsündən keçər. O gün ki, deyir, həmin günü ayaqlar deyir, o körpüdə sürüşəcəkdir. Orucun ruhu, orucdan əsl məqsəd, hədəf, əxlaq, gözəl əxlaqı dəyərlərə sahib olmaqdır. Oruc mələklərə iqtida etməkdir. Və mələklər yeməzlər, içməzlər, Allaha ibadət edərlər. Yəf'alunə mə yu'mərun, fələ ya'sunəllah. Onlar onlara əmr olunanı yerinə yetirərlər, Allaha heç zaman asi çıxmazlar. Mələk də yemir, içmir, mücərrəd varlıqlardır. Oruc bir mücərrədləşməkdir, insanın ruhlaşmasıdır. Ki, sanki biz biyoloji tərəfimizi unuduruq, biyoloji tərəfimizə qalib gəlirik. Anlayaq ki, ruh var bizdə, ruhumuza diqqət eləməliyik. Ariflərdən birinin bir sözüdür, deyir ki, təəccüb eləyirəm insana ki, həlak olacaq, məhvə məhkum olan bu bədənə o qədər diqqət yetirir, amma əbədi qalacaq ruhuna bu qədər diqqət eləmir. Biz adətən daha çox biyoloji tərəfimizə daha çox diqqət eləyirik. Ruhumuza amma o qədər diqqət eləmirik. Oruc həmin o ruhumuza diqqət müddətidir ki, bu müddətdə Allahın bizdən tələb etdiyi budur ki, ruhumuza diqqət eləyək, əxlaqı dəyərlərə sahib ola bilək. Xeyr əməllərə, əxlaqı dəyərlərə adət eləməkdir oruc. Bəzən insan ibadəti adətə çevirir və bu qınanılır ki, ibadətinizi adət etməyin. Məsələn, İmam Sadiq əleyhissalamdan da belə bir hədis nəql olunur. Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur, bir adamın çox oruç tutub namaz qılmasına baxmayın. Baxın görün, söz danışanda yalan danışır, yoxsa doğru danışır. Vəd verəndə vədinə əməl edir, yoxsa müxalif çıxır. Yəni, ibadət səndə bu cür dəyərlər formalaşdırmalı. Sonra imam belə bir söz işlədir. Deyir ki, o çox namaz, çox oruc bunu adət eləyə bilər. İnsan ibadətini adətə çevirməməlidir. Amma insanın adəti ibadət olmalıdır. Adətin budur ki, ibadət eləyəm. Bir də var ki, ibadəti adətə çevirəm. Bunlar fərqli-fərqli bir məsələlərdir. Çalışaq xeyir əməllər adətimiz olsun. Adətimiz də olsun ki, biz xeyrxalq insanlarıq. Həzrət Rasulullah buyurur, təavvədul xeyr. Xeyr işlərə adət eləyin. Oruc eyni zamanda ictimai bir əməldir ki, cəmiyyətdə görürsünüz, bax, kütləvi şəkildə insanlar əxlaqi dəyərlərə üst tutur. İnsanlar bir-biri ilə yardımlaşır, bir-birindən dəstək olur, sosial yardım olur, sosial paylaşım olur. Qohum əqrabalarla, yaxın ətrafı ilə, qonşuları ilə, tanıdığın ehtiyaclı insanlar, bunların hamısına dəstək durmaq lazımdır. Oruc paylaşmaqdır, dəstək olmaqdır. Ramazanül Kərim, Kərimin bir mənası səxavətdir, səxavət ayıdır Ramazan ayı. Həzrət Rasulullah buyurdu ki, hər kəs bir ac insana bu ayda yedizdirərsə, oruc iftar verərsə ona, filan savabları vardır. Bir nəfər dedi, ya Rasulullah, hamımızın gücü çatmır, bunu eləyək. Dedi, hətta bir xurma, yarım xurma, bir içim su olsa belə, birinə bunu vermək, bir fəqirə, bir balaca bir ehtiyacını ödəmək belə yetərlidir. Ona görə də oruç tutmaq, Ramazan eyni zamanda ictimai şəkildə dəyərlərin təbliğidir. Bu ilahi dəyərlər təbliğ olunmalıdır. Bu təhsilə Ramazana aid deyil. Ramazandan sonra da bu cür olmalıdır. Oruc elə Ramazan bitəndən sonra başlamalıdır ki, biz bu dəyərləri yaşamalıyıq. Sadəcə bir ay bunu hər gün eləyirik, bir ay bitəndə bunu unutmamalıyıq. Bir ay bitəndən sonra da bunu davam etdirməliyik. Çünki oruc əslində elə Ramazan bitəndən sonra başlayır. Namaz qılıb qutarıb məsciddən çıxandan sonra başlayır. Həcdən qaydandan sonra başlayır. Hacılıq qaydandan sonradır. Qaydandan sonra bəlli olur ki, sən o ada layiq idin ya layiq deyildin. Bizim əxlaq kitablarımızda, qədim əxlaq kitablarımızda orucun dərəcələri, oruç tutanların daha doğrusu mərtəbələri qeyd olunub. 3 mərtəbə təqribən qeyd olunubdur. Birincisi budur ki, ümumi insanların orucu. Buna deyirlər avam orucu.
Nədir bu, nə cür oruç tutmaqdır? Deyir, ancaq zahirə diqqət etməkdir. Orucun zahiri hökmlərini qoruyub saxlamaqdır. Ancaq bu. Məsələn, da gözünü qorumur, dilini qorumur, qulağını qorumur. Amma neyinir? Ondan əməl var ki, məsələn, yemir, içmir, yaxınlıq etmir, nə bilim, filan şey etmədi, başını suya soxmadı, nə bilim, toz udmadı. Bunlardan çəkindi. Amma yəni, baxdı da, haramda danışdı da, harama da qulaq astı da. Zahiri qorudu amma. Bu oruc səndən qəzanı götürər, öhdəndən hökmü götürər. Və qiyamətin günündə də ən azından axirətin əzabını səndən dəf eləyər. Amma sən ruhu inkişaf elətdirməz. Sən ruhu yüksəltməz, ucaltmaz. İkincisi, savmul xusus, xüsusi insanların orucudur ki, bunlar şəriətdə haram buyurulanlardan imtina etməklə yanaşı, göz, qulaq, dil, əl, ayaq, qəlb, bütün varlıqları ilə oruç tutarlar, bütün varlıqları ilə günahdan uzaq olarlar. Gözün də günahdan qoruyur, dilin də qoruyur, qulağın da qoruyur. Əmir əl-Möminin əleyhissalam buyurur ki, Siyamul qalbi anil fikri fil atham afzalu min siyamil bətni anit ta'am. Deyir, insanın günah barəsində belə, günah barəsində düşünməkdən özünü qoruması, günahdan oruç tutmaqdır. Düşüncə səviyyəsində, düşüncə mərhələsində oruç tutmaq, günahı düşünməmə. Deyir, insanın qəlbi ilə, qəlbdə məqsəd təbii ki, ağıldır. Günah barəsində fikirləşməkdən oruç tutması, yeməkdən uzaq durub qarın orucu tutmasından daha xeyirlidir. Ağıl orucu qarın orucundan xeyirlidir, yəni bunu demək istəyir. Qəlb orucu qarın orucundan xeyirlidir. Başqa bir hədisdə də buyurur ki, qəlbin orucu dilin orucundan xeyirlidir. Dilin orucu bətnin orucundan, qarnın orucundan xeyirlidir. Üçüncü mərhələ ki, oruc daha üstün bir mərhələdir. Buna xususul xusus, xususul xususun, yəni xüsusilərinin orucu. Bu, Allahdan savayı hər bir şeydən qəlbin oruç tutmasıdır. Allahdan savayı hər bir şeydən üst çevirib yalnız Allaha meyl etməkdir, Allaha tərəf yönəlməkdir. Qəlbi Allaha həsr etmək, çünki qəlb Allahın hərəmidir. Hədislərdə də buyurulur, İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan hədisdə Əl-qalbu haramullah fələ tuskini fi haramillah qeyrə. Qəlb Allahın hərəmidir, Allahın hərəmində qeyrisini məskunlaşdırma. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "Yevme la tenfa'u malun ve la banun illa men atallaha bi kalbin selim." Kıyamet gününü təsvir edir bizim için. Deyir, kıyamet günü elə bir gündür ki, la yenfa'u malun ve la banun. Ne mal dövlət, ne de övlad insana fayda vermez. Fayda veren nedir? İlla men atallaha bi kalbin selim. Sağlam qəlblə Allahın huzuruna gələndən başqa. Sağlam qəlb hansı qəlbdir? İmam Cəfər Sadiq əleyhissalamdan soruşdular. Buyurdu ki: "Əlləzi yəlqa rabbeh və leysə fihi ahadun siva." Sağlam qəlb o qəlbdir ki, Allahla liqada, Allahla görüşdə, o qəlbdə Allahdan qeyrisi olmuyor. Gəlib indi Allahın huzuruna, o qəlbdə ilə Allahdan qeyrisi yoxdur. Allah məhəbbəti ən üstündür, Allahın əzəməti ən üstündür, Allahın vüqarı ən üstündür. Allahu Əkbər ki, bu dil deyir, Allah böyükdür, qəlbində Allahdan böyük heç nə yoxdur dayı. Əmir əl-Möminin əleyhissalam təqvaları vəsf eləyəndə nə deyir? Deyir ki, "Kəbürəl xaliqu fi ənfusihim və səğrə mə dunəhu fi a'yunihim." Allah onların ruhlarında ən böyükdür. Allah'tan savayı her şey gözlərində ən kiçikdir. Bak, qiyamət günü fayda verəcək qəlbdir, içdir, ruhdur. Bu zahir deyil. Zahir dünyaya ait. Yevmə tubləs sərair, qiyamətin adlarından biri budur ki, o gün ki, sərair, qəlblər neylər, köhnələr, yəni içdə olan hər şey çıxacaq üzə. Gizli içində qalmayacaq, sirlər hamısı köhnələnəcək. Oruc ixlasın zirvəsidir. Xanım Zəhra Salamullah Aleyhanın xutbəsi var. Fədək xutbəsinin öncəsində xanım İslam şəriətinin bir hökmləri barəsində, onların mahiyyəti, hikməti barəsində qısa, lakanik sözlərlə böyük sözlər buyurubdur. Oruc barəsində də buyurur ki, Allah Teala buyurdu ki, "Vəs-siyamu təthbitən lil-ixlas." Allah orucu ixlası təsbit etmək üçün vacib edibdir. İxlas əldə etmək üçün vacib edibdir. Hədis-i qudsidə var, deyir. Allah buyurdu ki, "Əs-savmu li və ənə əczi bihi." Oruc mənimdir, mən ona mükafat verərəm. Bəzi mənbələrdə ucza bihi bu cür oxunub. Onun mükafatı mən özüməm. Yəni hədisin iki tərəfli mənası olur. Əczi oxusan bir məna, ucza oxusan bir məna. Birinci mənini oxusaq məsələn, oruc mənimdir, mənə aiddir, mükafatını da mən özüm verəcəm.
İkinci məna ilə oxusaq, oruc mənimdir, onun mükafatı mən özüməm. Allah orucu özünə nisbət verməklə onu şərəfləndiribdir. Onu kəramətli eləyibdir. Çünki oruc Allahla bəndə arasında bir sirridir. İxlas da bu cürdür. İxlas sirdir. İxlasla riyanı bir-birinə fərqləndirmək deyir, gecə qaranlıq zülmətdə qara qayanın üzərində hərəkət edən qarışqanın izləmək kimi bir şeydir. Görə bilərsən o qarışqanın hərəkətini, görə bilməyəcəksən. İxlasla riya bu qədər bir-birindən seçmək çətindir. Hədis-i qüdsüdə Allah Teala buyurur: "Əl-ixlasu sirrun min əsrari." İxlas mənim sirlərimdən biridir. Onu yalnız sevdiyim bəndənin qəlbinə bəxş edərəm. Oruc da ixlasın zirvəsidir dediyi. Bu hədisdə Allah buyurur ki, "Əs-savmu li oruc mənə aiddir. Onun mükafatını mən özüm verərəm." Bütün ibadətlərdə insan nəsə eləyir. Düz namaz qılırıq, əyilirik, qalxırıq, müəyyən sözlər deyirik. Həccə gedirik, pul xərcləyirik, gedirik, təvaf eləyirik, təvaf namazı qılırıq, Ərəfat, Mina, qurban kəsmək. Bütün ibadətlərimiz nəsə edirik. Xumuslu pul qazanırsan, xumusu verirsən, zəkat çıxarırsan, zəkatı verirsən. Hamısında bir əməl var, görsənən bir əməl var. Oruc yeganə ibadətdir ki, burada heç bir əməl yoxdur. Burada tərk var. Sadəcə tərk etməklə sən Allaha ibadət edirsən. Heç nə etməməklə ibadət edirsən. İndiyə kimi nəsə etməlisən, ibadət eləyəsən. Amma orucda heç nə etmədən ibadət eləyirsən. Əməl görsəndikdə riya daha tez insana vəsvəsə eləyə bilir də şeytan riyanı. Çünki görsənir, axı üzdədir. Oruc elə bir ibadət ki, sən onu dilvə gətirmədən sənin qəlbə riya gələ bilməz. Biri gedib insanlara deməsə ki, mən bugün oruç tutmuşam, mən və yaxud da bütün Rəcəb oruç tutdum, bütün Şabanı oruç tutdum. Bunu dilinə gətirməyincə, hansımız bilir ki, Şabanda tutub, Rəcəbdə tutub. Dilə gətirməyincə bilinməz. Ona görə oruc Allahla bəndə arasındadır. Onu yalnız Allah bilir. Bəndə bunu başqasına söyləmədikcə, yalnız Allah bilir, bir də özü bilir. Bax, ortaya gərək əğyar qoşmuyor. Oruc eşqdir, bax budur. Ortaya gərək başqa birini salmayasan. Çalışasan bütün ibadətlərində bu cür olasan. Allahla öz arasında gizli olsun. Oruc Allahla insan arasında ibadət olduğu üçün Allah buyurur və ənə əczi bihi hədisi qüdsüdə ki, onun mükafatını mən özüm verəcəm. Bir hədisdə də var, Əmir əl-Möminin əleyhissalam buyurur, deyir ki, oruc elə bir ibadətdir ki, bəndə ilə xaliq arasındadır. Allah heç kəsi ondan agah eləməyib. Dedi, yaxı, tərk etməklə, heç nə etməməklədir bu ibadət. Heç kəs bu ibadətdən xəbər tutmadığı üçün də Allahdan qeyrisi onu mükafatlandıra bilməz. Onun yalnız mükafatını Allah verməlidir. Həzrət Rasulullah da yenə buyurur, bir hədisdə, hədisi qüdsüdür. Allah buyurur ki, ey Adəm oğlu, etdiyin hər əməl sənin özün üçündür. Bir yaxşı iş görürsən onu 10 qat, hətta 700 qatına qədər savab verərəm. Oruçdan başqa deyir, oruc mənim üçündür, sənin üçün deyil. Və onun mükafatını mən özüm verəcəm. Ki, sən deyir, yeməyi, içməyi, şəhvəti mənə görə tərk eləyirsən. Mənə görə tərk elədiyin üçün bunun mükafatı da mənə aiddir və onun mükafatını mən özüm verəcəm. Həqiqi oruc Allahla sənin aranda olan hər şeyi tərk etməkdir. Bax, o əhlullah, Allah əhlinin, o xüsusi, məxsusi insanların orucu bu cür oruçdur. Onlar Allahdan savaya hər şeydən imtina ediblər, tərk ediblər. Çünki orucun mənası nə idi dedik? İmtina etmək və tərk etmək. Allahdan savaya hər şeydən hər şeyi tərk ediblər. Allaha aparacaq yolda bütün maniyələr qarşılarına çıxsa ondan keçə biliblər. İbrahimin İsmaildən keçməsi kimi, aleyhisselam. Mövlana'nın bir sözü var, çox gözəl sözdür. Deyir ki, eşq hər şeyi sənin üçün yaradan Rəbbinə hər şeyi sənin üçün tərk etdim deməkdir. Allah hər şeyi sənin üçün yaradıb. Sən indi hər şeyi Allah üçün tərk elə. Bir ömrün oruc olur sənin. Sənin bayramın qiyamətdir. Ölüm anında sənin bayramındır. Ona görə də bəziləri ölümü Şəbul Əruz, toy gecəsi kimi sevincli bir gecə hesab ediblər. 5 dənə inşallah tövsiyə deyək ki, bu tövsiyə çalışaq bu ayda riayət eləyək, bu ilə də söhbətimizi tamamlayaq. Birincisi budur ki, əslində biz bu aya öncədən hazırlaşmalıydıq. Çünki bu əzəmətli bir aydır, mübarək bir aydır. Biz Allahın ziyafətindəyik. Həzrət Rasulullah buyurur ki, ey insanlar, Allahın rəhmət, bərəkət, məğfirət ayı gəlib çatıb sizə. فَهُوَ شَهْرٌ دُعَيْتُمْ فِيهِ إِلَى ذِيَافَةِ اللّٰهِ. Elə bir aydır ki, bu ayda Allahın ziyafətinə dəvət olunmusunuz. Hər bir ziyafətin özünə məxsus adabı vardır. Məsələn, sənin qardaşın evinə qonaq çağırıb, oraya gedəndə başqa cür gedirsən. Səni bir icra başçısı məsələn qonaq çağırsa, fərqli gedirsən. Bir nazir səni qonaq çağırsa, müəyyən protokollar var, ona riayət eləməlisən, o cür davranmalısan. Bir müştəhidin evinə qonaq getmirsən, bunun özünə məxsus bir adabı var, ərkanı var. İndi Allah səni dəvət eləyib.
Buna nə cür hazırlaşmalısan? Öncədən hazırlaşmaq lazımdır. Dəvət ümumidir, ixtiyaridir. Allah hamını dəvət edib bu ayda. Yəni hamı gəlib sizin kimi oruç tutmayıb ki. Bu dəvəti kim qəbul eləsə, və cu'iltum fihi min əhli kəramətillah. Allah deyir, həmin ayda dəvət qəbul olunandan sonra Peyğəmbər buyurur, siz Allahın kəramət əhli, yəni hörmət qoyduğu insanlardan qərar verilmişsiniz. Bu ixtiyarı deyil. Allah sizi kəramətləndiribdir. Dəvəti qəbul etdin, gəldin ilahi ziyafətə, Allah səni şərəfləndirib, kəramətləndirib, Allah yanında sənin dəyərin var, hörmətin var. Bunu dərk etmək lazımdır və bu fürsətdən biz istifadə eləməliyik, bu ziyafətin müddətindən. Necə ki, Həzrət Rasulullah bizə tövsiyədə buyurur ki, Allahdan sadiq niyyətlə, pak qəlblə istəyin ki, sizi bu ayın orucuna müvəffəq eləsin. Allahın kitabını oxumağa, tilavət etməyə sizi müvəffəq eləsin. Həqiqətən də bədbəxt o kəsdir ki, bu ayda bağışlanmaqdan məhrum ola. Bu əzəmətli ayda bağışlanmaqdan məhrum olmaq ən böyük bədbəxtlikdir. Demək, bu fürsətdən istifadə etməliyik. Fürsət məsələsinə gəlincə, biz bəzən fürsəti gözləyirik. Əslində gözləmək, özün insan fürsət yaratmalıdır. Bu məsələndə ki, bəzən görürsən adam var, qohum əqrabasına baş çəkmir. Bəhanə də bunu gətiririk ki, iş güc çoxdur, evə gec gəlirəm, yorğun gəlirəm, boş vaxt tapanda gələcəm. Boş vaxtda tapanmırsan. Deyirsən, məsələn, Quran oxumaq öyrənəcəm, qoy inşallah boş vaxt tapanda öyrənəcəm. Və yaxud da gəncdir, idmanla məşğul olacam, boş vaxt tapanda idmanla məşğul olaram. Fürsəti özün yaratmalısan, gözləmə fürsət gələcək. Və Allah bizim üçün fürsəti yaradıb. İndi biz Ramazan ayındayıq. Bir ayı özümüz həsr eləyək. Özümüzün islahına, nəfsimizin paklığına, saflığına, təzkiyəsinə istifadə eləyək, sərf eləyək bu işlərə. Ritundan, eyni həyatdan çıxaq. Həyat təkcə işləməkdən, pul qazanmaqdan, nə bilim, falandan ibarət deyil. Bizim missiyamız zaten bu deyil. Bunlar hamısı vasitə idi. Biz bir ayda bir oturub düşünməliyik, hədəf nədir, məqsəd nədir? Bu fürsətdir, bu fürsətdən lazım istifadə etməliyik. Və tövbə Allaha qayıdış. Və tubu ilallahi cəmiən əyyuhəl mu'minun ləalləkum tuflihun. Allah Quranda buyurur, deyir, ey möminlər, hamılıqla Allaha tövbə edin, bəlkə nicat tapasınız. Tövbə təkcə kafir aid deyil ki, tövbə Allaha qayıdışdır. Bəzən görürsən ki, çox günahdan imtina eləyə bilirsən. Xırda bir günahdan giriftar qalmısan, bundan canını qurtara bilmirsən. İmam Sadiq əleyhissalam buyurur ki, Lə kəbirə məəl istiğfar. İstiğfar etdikcə böyük günah qalmaz. İnsan həqiqi istiğfar etsə, Allahdan bağışlanma diləsə, böyük günah əriyər, yox olub gedər. Və lə səğirə məəl israr. Amma israr etdikcə də kiçik günah yoxdur. Bir günah ki, israr eləsən, o kiçik sayılmaz, o böyük günahdır artıq. Mümkündür, kiçik bir günah var, ondan qurtula bilmirik. Tövbə eləyək, bu ay fürsətdir, Allaha qayıdış ayıdır. Dördüncü, orucun məqsəd və hədəflərini anlayaq. Ki, orucdan məqsəd elə təhcə, bax, bu qidadan, mənəvi, maddi qidalardan imtina etmək deyil. Bu ilahi ziyafət mənəvi ziyafətdir. Biz mənəvi dəyərlər nə qədər burada qazansaq, bir o qədər bu ziyafətdən istifadə etmişik. Nə qədər ali, gözəl xüsusiyyətləri özümüzdə əks etdirə bilsək, Allahın əxlaqı ilə əxlaqlana bilsək bu ay ərzində bir o qədər qazansılı çıxacağıq. Bu ziyafətdən elə ki, bir şey yemişik. Yox, elə bu aya nə cür girmişdim, çıxanda da o cür girdimsə, elə bir ki, mən ac gəlib, ac getdim. Heç nə yemədim, heç nə əldə etmədim. Və beşinci məsələ, bu ayın hörmətini saxlamaq. Bu ay o qədər Allah yanında hörmətlidir ki, Allah görsən, əməllərin savabını artırıb, qat-qat artırıb. Peyğəmbər buyurur ki, yuxunuz ibadətdir, nəfəsiniz zikirdir. İndi bu ayda insan birdən günah eləsə, bu daha çox qəbihdir. Qəbahəti daha şiddətlidir, cəzası daha çox şiddətlidir. Rəhmət ayını insan özün üçün bədbəxtlik ayına gərək çevirməsi. Allah Teala bizi həqiqi oruç tutanlardan, nəfsini islah edən qullarından qərar versin inşallah. İbadət və itaətlərimizin qəbul olunması, oruçlarımızın, tutduğumuz oruçların, etdiyimiz duaların, oxuduğumuz duaların, Quran ayələrinin qəbul olunması üçün Peyğəmbər və ali Peyğəmbərə ucalı salavat zikr edək. Allahümmə salli aleyhi.